Vətən müharibəsi iştirakçılarına əmək məcəlləsində verilən güzəştlər və ya imtiyazlar. İlk öncə qeyd etmək istəyirəm ki, mənim üçün müharibə iştirakçıları, milli qəhrəmanlar, qazilər hamısı qəhrəmandır. Bizim dövlət tərəfindən müharibədən sonra müharibə iştirakçılarına, milli qəhrəmanlara, qazilərə, şəhid ailələrinə müxtəlif güzəştlər tətbiq edilib. İndi sizinlə bir güzəşt barədə danışacağıq. Belə ki, Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət almış işçilərə, 1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarına, milli qəhrəmanlara, həmçinin onlara təltif edilmiş medallara, ordenlərə, fəxri adlara görə 46 təqvim günü məzuniyyət verilir. Məcəllənin tələblərinə görə məzuniyyət 21 gün və ya 30 gün olur. Lakin 120-ci maddəyə əsasən vətən müharibəsi iştirakçılarına və onlara təltif olunmuş medallara, ordenlərə, fəxri adlara görə məzuniyyət günləri 46 gün olur. Gəlin onları misal üstündə izah edim. Hər hansı bir istehsalat sahəsində çalışan işçilərdən və onlara verilən məzuniyyət günlərindən danışaq. Birinci halda işçilər müharibədə iştirak etməyiblər və onların məzuniyyət günləri 21 gündür. İkinci halda 1-ci Qarabağ müharibəsi iştirakçılarıdır, lakin dövlət tərəfindən təltifləri yoxdur. Onlara da 21 gün məzuniyyət verilir. Üçüncü halda müharibə veteranlarıdır və onların dövlət təltifləri var. Bu halda onlara 46 gün məzuniyyət verilir. Və dördüncü halda 44 günlük müharibədə iştirak ediblər, lakin dövlət təltifləri yoxdur. Onlara da 21 gün məzuniyyət verilir.